Qəşəng payız havası var və bu fəsil kitabın, mütaliənin əsl vaxtıdır. Və bu gözəl fəsildə sizə qəşəng bir xəbərim var. 31 oktyabr, 1-2 noyabr tarixlərində Qubada kitab sərgisi keçiriləcək. 3 gün davam edəcək bu sərgidə Quba Xaçmaz regionunda və həmin əraziyə yaxın bütün rayonların insanları iştirak edə bilərlər. Sərgi hər gün səhər saat 10-dan axşam saat 6-ədək Quba şəhəri Heydərliyev mərkəzində keçiriləcək. Ölkənin 30-dan çox nəşriyyatı iştirak edəcək. Bir-birindən maraqlı kitablar, imza saatları və endirimli kitabları əldə edəcəksiniz. Çalışın bu günləri, bu fürsəti qaçırmayın. Bu sərgiyə gedin, övladlarınızı aparın, şagirdlərinizi aparın, özünüz gedin və bu videonu paylaşın ki, dostlarınızın da, qohumlarınızın da sərgidən xəbəri olsun.